Bitti. Bugünkü dərsimiz və bununla da bir növ girirsiniz Səfəvilər tarixinə. Səfəvi ədəbi hakimliyi 13-cü əsrdə yaranmışdı. Şeyx Səfiyyəddin Əlisaq tərəfindən yaradılacaqdı Səfəvi ədəbi hakimliyi. Monqolların gəlişi dövründə bir növ belə deyildi, bunların ulduzların parladığı bir dövr olacaqdı, yaranma dövrü. Bir çox mənbələr Şeyx Səfiyyəddin Əlisaq haqqında fərqli məlumatlar verilir, amma özünün avtobiografiyasında türk mənşəli olduğu və türk olduğu ifadə edilir. Türk olmasa belə, yəni sonraki prosesdə türkləşiblər yəni bu tayfalar. Başdan ayağa hamısı türk tayfalarının nəzarəti altında bu dövləti yaradacaqlar və köməkliyi nəzarəti altında yaradacaqlar. Səfəvi ədəbi hakimliyinin 14-cü və 15-ci əsr tarixinə baxdığımızda siyasi cəhətdən nüfuzları qalxacaqdır. Bunun səbəbi bu gün özündə də bu proses var. Cəmiyyətdə kimlərsə ədalətsizliyi ifadə edirsə, cəmiyyətdə kimlərsə ədalətsizliyi qorxmazcasına cəsarətlə çıxış edirsə, onun hər zaman hörməti var. Bax, Səfəvilər bunu edirlər. Cəmiyyətdəki olan ədalətsizlikləri ifadə edirlər və ağır vergiləri, oturaq əhalinin maraqlarını müdafiə edən çıxışları danışırlar. Bu isə yerli əhalinin, tacir sənətkarların bir növ marağını kəsb eləmişdir. Siyasi hakimiyyətə atılmamışdan qabaq şiəliyi qəbul edəcəklər. Şiəli İslamın bir təriqətlərindən biridir və özlərini bir növ belə deyək, ədalətli bir şəxs və qövm kimi göstərəcəklər. 15-ci əsrə baxdığımızda Şeyx Cüneydin dövrü, nüfuzu, Səfəvi ədəbi hakimliyi nüfuzu qalxmışdı bu dövrdə. Hətta o qədər qalxmış ki, Cahanşah 1449-cu ildə Cüneyddən Ərdəbili tərk eləməsini və çıxıb getməsini tələb edir. O da çıxıb gedir, bəzi bölgələri yayır və orada öz müridlərini toplayır və gəlir Ağqoyunlarla qohum olacaqdı. Ağqoyunlar onu çox yaxşı qarşılayacaqdı. 1460-cı ildə isə o Şirvan və Dağıstana yürüyüş eləyəcəkdi və Şirvan və Dağıstana yürüyüş eləyədiyini eşidən Cahanşah Şirvanşah Xəlullaha kömək eləyəcəkdi, hərbi dəstə göndərir və Samur döyüşündə qələbə qazanacaqdılar və Şeyx Cüneyd öldürüləcəkdi. Bundan sonra hakimiyyətə Şeyx Heydər gələcəkdi. Şeyx Heydər gəldi, 1460-da Ərdəbil və hakimliyin rəhbəri olacaqdı. Amma Ərdəbil taxtına oturması isə zaman alacaqdı. Bu Ağqoyunun hakimiyyətə gəlməsindən əsaslanır. Şeyx Heydərin dövründə Səfəvilər Qızılbaş adlanacaqdı. Qızılbaş adlanma səbəbləri 12 imamın rəmzi xarakteri olan çalmanı başlarına çalacaqdı və Qızılbaşlığı. Bundan sonra Sufi təriqəti hərbi dəstələr əsasına formalaşır Şeyx Heydərin dövründə. Nüfuzu daha çox qalxacaqdı. 1468-də Uzun Həsənlə birlikdə Teymurilərə qarşı Muğan döyüşündə mübarizə aparacaqdı. Teymurilərə qarşı müharibə aparması Səfəvi ədəbi hakimliyini 1405 tarixindən oxşar cəhətdir. Bu kitabda yoxdur, amma məntiqlə çıxardı, çünki Şirvanşah dərsində var. Və bundan sonra nüfuzu qalxacaqdı. 1470-ci ildə isə Şeyx Heydər Səfəvi ədəbi taxtına oturacaqdı və Uzun Həsən onu Ərdəbil hakimi kimi tanıyacaq. Lakin Uzun Həsənin ölümündən sonra Səfəvilərlə, Qızılbaşlarla Ağqoyunlar arasında bir növ qohumdurlar bunlar. Onlar arasında münasibətlər gərginləşəcəkdir. Bu münasibətlərin gərginləşmə səbəbi Heydərin nüfuzunun qalxması və bunu Yaqub Padşahın qəbul eləməməsi olacaqdır. Bu dövrdə Şeyx Heydərin 1483, 87, 88-ci illərdə Şirvan və Dağıstana bir növ Şeyx Cüneyd kimi yürüyüşlər olacaq. Sonuncu yürüyüş Şah Dağ döyüşü olacaqdır. Şah Dağ döyüşündə Cüneyd, belə də Heydər, Ərdəbil, Şirvan və Ağqoyunlu qüvvələrə məğlub olub öldürüləcəkdir. Yaqub Padşah bundan istifadə edərək Ərdəbilə hücum edəcəkdir, Ərdəbildə onun mülklərini ələ keçirəcəkdir və onun oğlanlarını İstəxir qalasına atacaq. Oğlanlar isə Sultanəli, İbrahim, İsmail. Lakin Ağqoyunluda hakimiyyət daxilində mübarizədən bir növ belə deyək də mübarizə davam edəcəkdir və bu mübarizədə Rüstəm Mirzə hakimiyyətə gəlsin deyə 1492-ci ildə Sultanəli və qardaşlarını İstəxir qalasına azad edir və onun yerinə Səfəvi ədəbi hakimi tanıyır. Lakin Rüstəm Mirzənin dövründə, Rüstəm Padşahın dövründə Sultanəli və ətrafındakilərin nüfuzunun qalxmasına görə yenidən mübarizə aparır və 1494-cü il Şəməsi döyüşündə Sultanəli öldürüləcəkdi və bundan sonra Səfəvi Ərdəbil hakimiyyətinə Şeyx İsmail keçəcəkdi. Lakin İsmail Ərdəbilə gedə bilmir, çünki Rüstəm Padşahın qüvvələri Ərdəbili tutacaqdı, dağıdacaqdı və İsmaili ələk-vələk axtaracaqdı. İsmail isə
Qaçsada ilə Lahıcana. Xüsusi şəkildə o Səfəvi müridləri tərəfindən böyüdüləcəkdi. 1499-cu ildə buraya yazaq, Şeyx İsmail, bunun hakimiyyəti 2 hissəyə bölünür. 1499-cu ildə Lahıcanı tərk edir və 1500-cü ildə isə Ərzincan müşavirəsi, 1499-da Lahıcanı tərk edir, 1500-də Ərzincan müşavirəsi olacaq. Ərzincan müşavirəsində qərar alınır ki, 1-ci Şirvanşah Fərrux Yasara zərbə vurulsun, atasının intiqamını alsın, Heydəri Şahdağ döyüşündə Fərrux Yasara öldürmüşdü. Həm də ki, ikinci səbəbini ona görədir ki, birbaşa Ağqoyunlar üzərində hücum eləsələr, Fərrux Yasar arxadan zərbə vura bilər, bunlar iki odun arasında qalacaq. 1500-də yola çıxır, müridlərini yenə yol boyu toplayıb və 1500-də Cabanı döyüşü başlayır. Cabanı döyüşü Şamaxı yaxınlığında olduğu üçün Cabanda qələbə qazanır və Şamaxını ələ keçirirlər. Şamaxını tuturlar. 1501-in yazında Səfəvilər Bakı şəhərində ələ keçirəcəklər və Bakını da tutacaqlar, Şirvan xəzəsini tutacaqlar. Və bundan sonra Gülüstan qalasını mühasirə alacaq. Lakin Gülüstan qalasının mühasirəsi yarımçıq qalacaq. Buna səbəb bu vaxt Ağqoyunlu Əlvənd Mirzə hücuma hazırlaşırdı və hücuma keçirdi. Buna görə də İsmail öz qüvvələrini 1501-in yazında onu qarşılamağa doğru yönəldəcək və Şərur döyüşü başlayacaq. Şərur döyüşündə İsmail qələbə qazanacaqdı və Ağqoyunların birinci qolu Əlvənd Mirzə məğlub olacaqdı. Çox böyük bir dirayətli şəxs idi İsmail. İsmail qibtə idi, yəni 12-13 yaşında bunu bacarmaq hər adamın işi deyil idi. Yəni Səfəvi müridlərinin sözünü kəsə bilirdi. Necə? 13 yaşında. 13 yaşında, bəli. Səfəvi müridlərinin sözünü kəsə bilirdi və Şərur döyüşündə qələbə qazanır. 1501-ci ildə Təbrizə daxil olur, Ağqoyunların birinci qolu süqut edir və Səfər dövləti yaranacaq. Cənubda yaranan dövlətləri oxşar kimi soruşacağam. Təbriz paytaxt olanları soruşacağam. Yəni burada artıq uzun-uzadı demirəm, bilirsiniz. Bundan sonra dövləti yaratdıqdan sonra 1503-cü ildə Almabulağı döyüşü ilə də Ağqoyunların ikinci qolunu süquta uğradacaqdı və beləliklə İranı, Ərəb İraqını tutacaqdı. İranı ələ keçirən dövlətləri sıralamada soruşacağam, İraqı ələ keçirən dövlətləri sıralamada soruşacağam. Xəbəriniz olsun. Yəni bunların oxşarları cəhətdən biləcəksiniz. Gəldik Səfəvi Ərdəbil hakimliyinin 1503-cü ildə, yəni Səfəvi dövləti 2 dərs bir yerdədir. Bu videorolikdə ikisi bir yerdə olacaq, xəbəriniz olsun. Həm 26, həm 20-ci payda. Bundan sonra 1503-də işğallara davam edir və Almabulağı döyüşündə Ağqoyunların ikinci qolunun süqutu ilə Xorasana qədər bir çox əraziləri ələ keçirir Səfəvilər. Xorasan uğrunda isə mübarizəni Şeybani ilə aparacaq. Bu vaxt Teymurilərin süqutu ilə əlaqədar olaraq Səfəvilərlə Şeybani arasında münasibətlər kəskinləşmişdir. Bu münasibətlərə Xorasana Şeybanilərin daxil olması daha da ağırlaşdırır. Və 1510-cu ildə Şeybani xanla Mərv döyüşü baş verir. Mərv döyüşündə Şah İsmail qələbə qazanacaqdı, Xorasan daxil tutacaqdı və bütün Amudəriyə qədər əraziləri ələ keçirəcək. Amudəriyə qədər əraziləri ələ keçirir və tamamilə buraları tutacaq və ölkəni imperiya çevirəcək. Mərkəzi Asiyada uğurlu yürüşlər eləməsi Şah İsmaili yendirir ki, digər dövlətlərlə oxşar cəhətini verəcək, səfərlər də verəcək. Yəni oxşar cəhətlərimizi qeyd edən, videorolikdə baxıb qeyd edən, özünüzdə qeyd edirsiniz. Səfəvi dövlətinin bu vaxta qədər Azərbaycan dövlətlərindən iki fərqi var. Bir, mərkəzləşmiş dövlət idi. Mərkəzləşmiş dövlət deyəndə nə nəzərdə tutulur? Yəni daxilində artıq heç bir dövlət olmayacaqdı. O dövlətləri məğlub edəcəkdi, süqut olacaqdı, gələcək təsir keçəcək. İkincisi, teokratik dini dövlət idi. Teokratik dövlət olması ərəb xilafətindən Şumerləri götürürsünüz. Oxşar cəhət kimi verəcəksiniz. 1510-da həmin ildə Şirvanşahları, Şəki hakimliyi və Dağıstanı da Şah İsmail ələ keçirəcəkdi. Şirvanşahlara tabe eləməkdə yenə oxşar cəhətlərinizi qeyd edəcəksiniz. Dövlətin başında şah duracaqdı. İkinci şəxs vəkil idi. Vəkil həm dini, həm dünyəvi işlərə baxırdı. Amma bütün işlər şahın əlindədir. Sonra ordu komandanı Ağqoyunluda olduğu kimi Əmir əl Ümarə idi. Mali işlərə baxan isə baş vəzir. Dini işlərə baxan isə sədr əzəmi. Bir növ idarəçilik Ağqoyunlarla bir növ belə deyək də eynidir, fərqli yoxdur. Biraz fərqli vəzifələr var. Sonra ordu çərik adlanan qızılbaşlardan toplanırdı. Orduya rəhbərlik, baxın ha, hərbi dəstəyə rəhbərlik başqa şeydir. Ümumi orduya rəhbərlik başqa şeydir. Hərbi dəstəyə qoşuna rəhbərlik. Qoşuna rəhbərliyin qorucu başı.
üzr istəyirəm. Sonra burada Qorçubaşı olacaq. Kiçik inzibati ərazi vahidlərinin rəhbərləri sultan, kiçik hərbi rütbələrin rəhbərləri isə xan adlandırılacaq. Ölkə inzibati cəhətdən 4 bələdiyyə böləcək. İlk əvvəllər Şah İsmayılın dövründə 2 bələdiyyə yaranmışdı. Azərbaycan mərkəzi Təbriz, Gəncə, mərkəzi Gəncə olan Qarabağ bələdiyyələri. Sonrakı dövrlərdə digər bələdiyyələr yaranacaqdı. Bələdiyyəlik özü bölünəcəkdir, mahallara, şəhərlərə bölünəcək. Şəhərləri idarə edir Kələntər. Şəhərdə asayişi qoruyur Darğa. Kəndləri idarə edir Kəndxuda. Mahalları 16-cı əsrdə idarə edir Naib. 17-ci əsrdə idarə edir Qolbəy. Bunlar Səfəvilərin idarə etmə sistemi. Səfəvilərdə bütün idarə etmə sistemi 17-ci əsrdən etibarən irsili prinsiplərdir. İrsili prinsiplərdir uşaqlar. Vəkilin oğlu vəkil olur. Əmir Əl-Ümaran oğlu Əmir Əl-Ümara olur 16-cı əsrdən etibarən. Baş vəzirin oğlu yenə baş vəzir olacaq. Vəzifə atadan oğula keçəcək. Biraz bu məsələləri sonradan Şah Abbas dəyişikliyi edəcək. Amma ümumilikdə vəzifələr adətən irsən keçmə prosesini həyata keçirir. Başa düşdünüz? Bu da sizin dərsiniz.